Avesta elə bir möcüzədir ki, onun haqqında müqayisə edənlərə, ona irad tutanlara, onu bəyənənlərə və yaxud bəyənməyənlərə tövsiyəm budur ki, onu oxusunlar. Onu oxusunlar. İnsan həyatı haqqında, həqiqət haqqında, ədalət haqqında, alicənablıq haqqında və Allah-insan münasibətləri haqqında ən mükəmməl kitablar sistemidir. İlk dəfə olaraq öz qədim tariximizi, coğrafiyamızı, şəklini, coğrafiyamızın rəsmini, tariximizin rəsmini ən qədim kitab olan Avesta'da görə bilərik. Ondan qədim olan bir kitab mövcud deyil. Mənim düşündüyüm budur ki, irad tuta bilərlər. Mən bir şey deyə bilmərəm bu insanlara. Avesta şifahi şəkildə Şumer yazılarından çox-çox öncə olmuşdur. Yalnız bir neçə ildən keçəndən sonra onu yazıya alıblar. Avesta mükəmməl bir sistemdir ki, orada 12 burcun olması, göylə yer arası münasibətlər, necə kainat idarə olunur, elmin burada rolu, nədən hərəkət var, nədən planetlərin hərəkəti var, göyün yerin hərəkəti var, insan nə üçün dünyaya gəlmişdir, Allah nə üçün insanı yer üzündə mövcud etdi, yarattı, yaradıcının gücü nə qədərdir, yaradıcının gücü sərhədsiz deyil. Yəni Avesta bunu deyir ki, onun da bir sərhədi var. Biz isə deyirik ki, yaradıcının, yəni Tanrının gücü sərhədsizdir, heç də belə deyil. Avesta deyir ki, onun sərhədi var və bunu elə reallıqla deyir, elə isbatla deyir, elə bir onun düsturunu yaradıb. Tanrı iblis münasibətləri, bu münasibətdən doğan zərərlər, ziyanlar, bu münasibətlərin insan həyatına təsiri, onun hərəkət verici qüvvəsi olması, Avesta öz təqsirliğini tapır. Bəli, əgər biz sual veririksə, yer üzündə iqlim, bugünkü iqlim necədir? Özümüzə sual verə bilərik, alimlərə sual veririk, cavablandırırıq. Avesta'da tam bunların izahı var. Hətta Avesta'da görürüz nə var, oxuduqlarımı deyirəm. Bündəxşinin izahatlarında, şərhlərində ər-arvad münasibətləri, bəli, evlənmək, ər-arvad münasibətləri, qarşılıqlı bir-birinə ehtiram və hörmət, məhəbbət, hətta ana bətnində uşağın əmələ gəlməsi. Bizdə deyirlər, Quranda bu verilir. Amma unutmayaq ki, bu Qurandan verilir, bəli. Amma unutmayaq ki, bu Quranda neçə min illər qabaq Avesta'da verilir. Bəli. Avesta'da uşağın ana bətnində böyüməsi, əmələ gəlməsi, böyüməsi, onun şəraitini verir. Hətta uşağın oğlan və qız olmasını belə göstərir. Öncədən bunu verir. Avesta'ya görə Allah insanlara o imkanı artmaq, çoxalmaq, böyümək imkanı verdi. Allah deyir, dağları yarattı insanlar üçün. Aranı yarattı insanlar üçün. Suyu yarattı insanlar üçün. Düşüncəni verdi insanlara. Fikri verdi insanlara. Ağlı verdi insanlara. Zəkanı verdi insanlara. Nifrəti vardı insanlarda.
məhəbbəti verdi insanlara. Bunları insanlara verməklə, onlara üstün bir varlıq yaratmaqla, həm də Allah insanlara bunlarla birlikdə çox ağır olan həqiqəti bəxş etdi. Həqiqətin yükünü daşımaq hər bir insanın işi deyildi. Biz elə bilirik ki, həqiqət elə adi bir şeydir. Çox vaxt deyirlər, haqqı yoxdur, həqiqəti yoxdur. Allah deyir, insana mən həqiqəti verdim. O, onun içində mövcud olduğu üçün bütün nə verdim insanlara, heyvanlarda onları fərqləndirdim. Onun üçün elədim ki, onlar həqiqətin içində var olsunlar və həqiqəti dərk eləsinlər. Həqiqətin içindədir xoşbəxtlik vardır. Həqiqətdən kənarda heç bir xoşbəxtlik yoxdur. Allah deyir ki, ey insanlar, xoşbəxt tali olan hıvarını sizə verdim. Bir gün mənə sual verə bilərlər, hıvarını nədir? Hələ bunun cavabını mən vermirəm, amma məlumdur. Bu hıvarını nədir? Mən çox istərdim bir alim, bir avestəni öyrənən insan, o biri dinlər olsun, öyrənən insan. Mən bir suala cavab versin, görüm, hıvarını nədir? Hıvarının insan həyatında rolu nədir? Hıvarının insanlardan başqa, ümumiyyətlə, canlı aləmin həyatında rolu nədir? Hansı böyük rolu vardır? Ümumiyyətlə, hıvarını nədir? Bu sualın cavabını kimsə bugünə ki mənə verməyib, mən də bunu izah hələlik etmirəm. Çünki istərdim ki, maraqlansınlar, öyrənsinlər, avestə bir keçmiş kimi baxmasınlar. Avestə keçmişin dini olduğu qədər, kainatın, yer kürəsinə olan bağlılığı, günəş sistemi, avestədə vallahi heç yerdə avestə qədər mükəmməl verilməmişdir. Onu öyrənmək özü bir zövqdür. Onu öyrənmək özü bir dəyərdir. Avestəni bilmək çox dərin mətləbləri bilmək deməkdir. Ona görə sizi çağırıram, Quranı öyrəniz. Quranla birlikdə avestəni də öyrəniz. Paralel öyrəniz bunları. Bunlar həyatda həmişə bizə lazımdır. Bəziləri mənə deyirlər, Avropa elmə, Avropa qabaqdadır. Sən nədən dini təbliğ edirsən? Sən nədən Quranı təbliğ edirsən? Nədən avestəni təbliğ edirsən? Bunlar daha heç kəsə lazım deyil. Əlbəttə, o kəslərə onlar lazım olmaya bilər. Amma bir insan bilməlidir ki, hər kəs ki, avestə əxlaqdır, Quranda əxlaqdır. Biz Quranda, avestədə müəyyən qanunla uyğunları axtara bilərik. Yəni, təbiətdə olan, cəmiyyətdə olan, kainatda olan, yəni iki gücün qarşı-qarşıya gəlməsini biz avestdə görürük. Quranda da bu var. Yaxşı və pis. Yaxşının mövqeyində dayanmaq üçün bu dinləri öyrənmək lazımdır. Bu dinləri öyrənməyi hər kəsə tövsiyə edirəm.